Cəfər Cabbarlı Oqtay Eloğlu əsərinə baxaq. Əsər 1922-ci ildə nəsrlə yazılmışdı. Baxaq ki, nəsrlə yazılıbdı və 6 pərdədən ibarətdir. Pərdələrin hamısı tam şəkildə məktəb dərsliyində yoxdur. Bir hissəsi isə PDF-dəndir. Siz PDF-dən oxumalısınız bir hissəsini isə. Ümumiyyətlə, əsərin leytmotivini, əsasını xalq təşkil edir, xalqa münasibət təşkil edir. Mövzusu milli teatr yaratmağın çətinliyidir. Bu yolda qarşısına çıxan çətinliklər, maneələr, Oqtay Eloğlu müxtəlif çətinliklərlə və maneələrlə üzləşmişdi ki, bunu əsərin mövzusunda görə bilərik. Oqtay Eloğlu ümumiyyətlə teatr yaratmaq istəyirdi. Əsərin ideyası teatr yaratmaq. Başqa xalqların teatrları necə inkişaf etmişdi? Azərbaycanda isə teatra gələn yox idi. Teatr izləyən yox idi. Hətta aktyorlara hörmət belə eləmirdi insanlar. Sonra ideyasına qadın hüququ deyə bilərik. Çünki əsərdə biz bunu dəfələrlə görürük ki, qadınların hüquqları kişilərlə deməli müqayisədə qadın hüququ daha az idi. Və milli teatr yaratmaq uğrunda müxtəlif qüvvələrlə üz-üzə gəlir Oqtay Eloğlu. Sonra gəlin indi əsərin birinci pərdəsindən baxaq. Burada əsərdə iştirak edən obrazları görürük. Məsələn, əsərin ilə baş qəhrəmanı var burada Oqtay Eloğlu, Firəngiz var, Sevər, Səməd bəy, Gülgəz, Hacı Zaman, Aslan bəy, Nadya, Nərgiz, Tamara, Xaspolat, Mazandaranski, Şaqqulu, Şəkinski, Dursun, Muxan, Elxanlı, Rüstəm, Özdəmir, Şvarts, Qaçaq, Muar. İndi əsəri oxuduqca biz bir-bir bu obrazları görəcəyik. Başlayaq birinci pərdədən. Birinci pərdə baxaq görək necə başlayır. Səhnənin arxası, remarka hissəsidir bu. Səhnənin arxası, solda Oqtayın bəzənəcəyi, bir tərəfdə bəzəntilər və başqa səhnə şeyləri, aktyorlar qiyafələrində oraya-buraya gedirlər. Nadya. Nadya deməli rus qızıdır və bir növ elə bir ki, Aslan bəy Nadyanı gətirib ki, Firəngizə belə deyək də necə davranmaq lazımdır, onu öyrətsin. Yəni bir növ elə bir ki, Firəngizə necə davranış qaydalarını öyrədir. Yəni çünki Aslan bəy belə deyək də vəzifəli şəxs idi və istəyirdi ki, bacısı da, yəni digər vəzifəli şəxslərin qarşısında onu utandırmasın. Ona görə Nadyanı tutmuşdu ki, ona bir növ təlim-tərbiyə versin, necə davranmaq qaydalarını öyrətsin. Nadya deməli indi Firəngizlə gəlib teatra. Əslində Aslan tam olaraq belə deyək də yenilikçilik tərəfdarı da saya bilmərik. Çünki bu gözdən pərdə asmaq üçün idi. Yəni o belə deyək də vəzifəli insanların yanında bir növ utanmasın deyə belə hərəkətlər eləyirdi. Nadya. Firəngiz, qoy pərdə qalxsın. Aslan bəy lojada otursun. Bəs bu Aslan bəy kimdir? Aslan bəy də Firəngizin qardaşıdır. Lojada otursun. Sonra gələrik. Yoxsa bizi burada görərlər. Lojada bilirsiniz nədir? Elə bil ki, bu teatr tamaşaları olur. Teatr tamaşalarına baxmaq üçün yuxarıdan ayrıca otaq kimi olur. Elə bil ki, oradan izləyirsən. Digər tamaşaçıların yanında yox, yuxarıda otursan, loja odur. Hələlik Oqtay da məşğul olur. Firəngiz, yaxşı Nadya, bugün daha utanmayacağam. Gələcəyəm. Nadya, mən səni gətirərəm. Hələ gəl. Oqtay və Tamara girir. Deməli, bunlar hər ikisi aktyordur. Oqtay, o tam başqa bir sözdür. Sonra zalım, yırtıcı bir hökmdar qarşısındasınız. Əllərinizi qorxulu bir həyəcan içində uzatmış, bax, belə deyirsiniz. Söyləyin. Tamara, onun xəbəri bala yoxdur. Tamara deməli rus aktyordur. Yəni bizim həmin dövrdə qadınlarımız səhnəyə çıxmırdı aktrisa kimi. Çünki buna pis baxırdılar. Ona görə həmin dövrdə qadın aktrisa olmadığına görə rus aktrisa oynayırdı qadın rollarını. Oqtay da deyir ki, yenə bala, belə belə. Tamara sözü səhv deyir. Belə sözünün yerinə bala deyir. Bala deyir. Sonra Tamara, no bala, deyirəm.
deməli, bala, bəla. Oktay da deyir ki, bala eto rebionok deyir, bala uşaq deməkdir. Bəla eta nesçastye. Bəla isə bir faciədir. Belə, sən deyir, belə deməlisən. Yəni, burada sözlərin mənasını öyrədir ki, sən dediyin sözlər tamamilə fərqli sözlərdir. Dursun, Oktay, salonu dağıtdılar. Saat 10-dan işləyir. Oktay Dursuna, bu saat. Tamaraya, siz öyrənin, mən bu saat. Tamara, Oktay, mən rolumu yaxşı öyrənmişəm, ancaq biraz sözlərini deyə bilmirəm. Dursun, bəs biz nə sayaq eləyək? Gecə keçdi, heç bir şey hazır deyildi. Oktay, Xaspolat gəldimi? Burada Xaspoladı soruşur. Dursun, yox. Oktay, Şəkinski, Dursun, heç birisi. Deməli, gəlməyənlər kimdir? Sözlərə diqqət edin, kimin nitqindən hansı sözlər var. Şəkinski və Xaspolat gəlməyibdi. Oktay bu məlumatları Dursundan soruşur. Ümumiyyətlə, burada Dursundan daha çox məlumatlar soruşur Oktay. Dursun deyir ki, heç birisi gəlməyib. Oktay, dedim ki, evlərinə adam göndərin. 3 yol göndərmişəm, evdə yoxdur. Oktay, axı indi mən başıma nə daş salım? Bu da insanlıqdır ki, cəmaatı 4 divar arasında doldur, özü baş götür, çıx get. Axı bir anlamalıdır ki, onsuz da teatrdan qaçan xalqımızı yalvararaq bilet satdığımız 3-4 zavallını da qaçırırsınız. Daha sonra, Mazandaranski, Oktay, antreprenyor mənzin pulu istəyir. Deyir, pərdədən əvvəl mənim pullarım verilməlidir. Bu antreprenyor nədir? Ümumiyyətlə, həmin dövrdə belə deyək də, teatr keçirmək üçün yəni teatr səhnələri yox idi və həmin o teatr keçiriləcək bir məkan var ki, oranı pulla götürüblər. Antreprenyor da həmin o teatr olacaq binanın, yəni mənzilin sahibidir. Və gəlir, mənzilin pulunu istəyir. Deyir ki, siz deyir, bu tamaşanı keçirmədən öncə mənim pulumu verin, daha sonra keçirərsiniz tamaşanı. Dursun, indi nə etməliyim? Oktay, bəs Tabasaranski hardadır? Get söylə, adamlar gəlməmiş adam tapsın. Mazandaranski, raboçilərə də dedi, hamısı getdilər. Raboçilər isə işçidir, bir növ texniki işçilər çıxıb getdilər. Dursun, Oktay, bu gecə heç bir şey çıxmayacaqdır. Cəmaat da azdır, çarəsi yox. Oyunu saxlamalıyıq. Deməli, bunu kim təklif eləyir? Dursun. Dursun təklif eləyir ki, oyunu saxlayaq. Çünki həm deyir, cəmaat da azdır. Yəni, çarəsi yoxdur. Biz baxırıq ki, ümumiyyətlə, burada belə deyək də, hərə öz işində gücündədir. Bu, sənət yolunda ən çox can qoyan Oktaydır. Yəni, bunlar hərəsi öz belə deyək də, işində gücündə, heç üçün maraqlı deyil teatr. Oktay isə canın bir yolda fəda edir. Baxırıq ki, müxtəlif problemlər var. Aktyor çatışmazlığı var. Aktyorlar öz işlərini yaxşı bacarmırlar. Daha sonra maddi cəhətdən çatışmazlıqlar var. Oktay sanki bunların hamısına sinə gəlir. Sonra Oktay, olmaz. Sən get söylə, adamlar gəlməmiş, xalq oyuncaq kimi əldə oynada bilməz. Bugün saxlasan, sabah kimsə bu qapdan keçməz. Bir nəfər də olsa oyun getməlidir. İvanovski hardadır? Deməli, Oktay deyir ki, biz oyunu saxlasaq, onsuz da deyir, bu insanların teatra marağı yoxdur, bir güc bala ilə gəlib çıxıblar, 3 nəfərdir. Yəni, bunlar da deyir, bugün desək ki, oyun yoxdur, bir də bu qapıdan heç kəs içəri girməyəcək. Onsuz da deyir, xalq, yəni bir növ belə deyək də, heç xalq arasında da teatr o qədər də maraq yoxdur. Tamara, Oktay, bəs nə parik geyəcəm? Deməli, parik geyəcəm, bunu kim soruşur? Tamara. Tamara deyir, mən nə parik geyəcəm? Belə kod yadınızda saxlaya bilərsiniz də, Tamara qadında, axı parik daha çox kimlər geyinir? Qadınlar. Belə yadınızda saxlaya bilərsiniz. Tamara parik deyir. Oktay, tapşırmışam, gedin alın. Rüstəm, Oktay, bu zəhrimar qalxanın dəstəsi olmaz. Deməli, qalxanın dəstəsi. Ümumiyyətlə, qılınc, qalxan, belə bir şey görəndə Rüstəmi götürürsünüz. Oktay, deyir, mən deyir, bilmirəm, Allah deyir, 400 milyon qoyun kimə deyir, bəs gərəkdir.
Qardaşım, qalxanın dəstəsi yoxdur. Bax budur da, bir parça ip sarı olsun dəstə. Yəni deyirsən qoyun deyirsən ki, yəni bunu düşünə bilmirsən. Dəstə yoxdur. İpi götür deyir qılınca deməli qalxana bağla. O həmin hissəsindən tut da olsun dəstə. Şaqqulu. Oqtay. İvanovski qavədən əvvəl Zöhagin taxt tacını deməli sərnigün elətdirdi. Deməli oyun qurtardı. Oqtay. Deməli bu qavə nədir, Zöhag nədir? Zöhag deməli bunlar Firdovsinin Şəhnamə əsərindən olan obrazlı. Burada zalım, Zöhag zalım bir deməli zalımdır. Qavə isə belə deyək də dəmirçi obrazıdır və o Zöhagla mübarizə aparır. Bir növ burada yəni qavə əslində Zöhagin taxt tacını səngün elətdirməlidir, dağıtmalıdır. Amma deyir İvanovski qavədən əvvəl deyir gəldi Zöhagin taxt tacını sərnigün elətdirdi, yəni dağıtdırdı. Deməli deyir oyun qurtardı. Sonra İvanovski də orada elə bil ki pulun istəyir də, pulun istəyir. Sonra daha sonra keçək digərinə. Əsəd deyir bəy onu görmədimi? Əsəd bəy deyir onu görmədimi? Şaqqulu. Əsəd bəy ona dedi ki, oyun cəmiyyət xeyriyyə üçün oynanılır. Deməli İvanovski pul istəyir. Əsəd bəy də deyir ki, oyun cəmiyyət xeyriyyə üçün oynanılır. Cəmiyyət xeyriyyə üçün oynanılır. Bu nə deməkdir? Cəmiyyət xeyriyyə üçün deyəndə, bax cəmiyyətin xeyri üçün. Bir növ elə bir ki, bu oyundan bu deyək ki, teatr göstərdilər. Burada deyək ki, adamlar gəldi, bilet aldılar pulla. O pulu aktyorlar götürməyəcəkdi. Onun bir növ cəmiyyətin xeyrini oynayırlar. Bunu verəcəklər deyək ki, kasıblara, imkansızlara, yəni ehtiyacı olan insanlar üçün sərf olunacaqdı bu pul. Buradan gələn pul. Belə deyək də, görürsünüz, heç digər aktyorların marağı yoxdur da, yəni buna. Bir də Oqtay deyək ki, canım fəda eləyir bu yolda. Digərlərini o qədər də maraqlandırmır, çünki heç bu oyundan onlar pul da əldə eləməyəcəkdilər. O da deyir, heç qulaq atmadım. Deyir, sabah cəmiyyətin pulundan da olsa mənzil kirayəsini verərəm. Deməli, deyir ki, İvanovski, sabah deyir cəmiyyətin də pulundan olsa sənə deyir mənzil pulunu verərəm də. İvanovski buna qulaq asmır. O dedi oynamasın. O deməli oynamasınlar. Çıxdı, getdi. Dekorasiyalarda söküb hərəsini bir divara söykədilər, özləri də getdilər. Deməli, deyiblər ki, ya pulumuzu verin, ya da oynamayın. Dekorasiyalarda sökürlər. Oqtay. Yəni kassada heç pul yoxdur, heç olmasa. Baxın, buradakı çətinliklərə fikir verirsiniz. Oqtay teatr yaratmaq istəyir, amma heç nə maddi cəhətdən bir pul var, yəni maddiyyat da yoxdur, düzəməlli aktyorlar yoxdur, hərəsi öz hayındadır. O hamı gəlir Oqtay deyir. Hər öz hayında gündə bir dənə Oqtay qalıb burada. Problemlər içərisində. Şaqqulu. Baxdılar, vur tut 8 manat pul var idi. Onu da paltar üçün vermişlər. Deməli, kassada cəmi 8 manat pul var. Onu da paltar üçün veriblər. Oqtay, Allahu Əkbər. Şaqqulu. Oqtay, indi ki Əsəd bəyə də demişsən, gəlin oyunu saxlayaq. Bayaqları Dursun təklif eləyirdi oyunu saxlamağı, indi də Şaqqulu. Deməli, oyunu saxlamağı təklif eləyir bunlar. Oqtay, olmaz, oyun saxlanmaz, xalqı çiyrəndirərsiniz, anladınızmı? Şaqqulu, al bu üzüyü apar ver. Söylə sabah parasını düzəldib verərik. Şaqqulu gedir. Deməli, Oqtay öz üzüyünü verir ki, pul əvəzinə verir ki, mən sabah pulu düzəldib verəcəm, hələ ki bu üzüyü al. Üzüyü kimə verir? Şaqquluya verir. Dursun. Tabasaranski deyir ki, Tabasaranski nə oldu? Dursun, Tabasaranski keflənmiş yatmışdır. Dedim, dedi cəhənnəm olsun. Hamısı oynamasın. Deyirəm. Rejissoran belə deyirəm. Deməli, Tabasaranski kimdir? Rejissor. Rejissorun vecinə də deyil. Sonra, bəs yaxşı, burada testə düşsək ki, keflənib yatan kimdir? Nə götürəcəksiniz? Tabasaranski. Koddan belə də yaza bilərsiniz. Tabasaranski içib tab gətirə bilməyib də, keflənib yatıbdır, tab gətirə bilməyibdir. Oqtay. Oqtay burada deyir ki, bunlar deyir Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər. Dursun, get söylə. Birinci pərdədə Həsən də soyunsun.
Xaspoladın rolunu oynasın. Deməli, Xaspolad axı tapılmırdı. Xaspoladla Şəkinski tapılmırdı. Deyir ki, Həsən də soyunsun, Xaspoladın rolunu oynasın. Həsən oynasın deyir Xaspoladın rolunu. Mazandaranski, canım düz gəlmir oynamayaq da. Qiyamət qopmaz ki, deməli Dursun, Şaqqulu və Mazandaranski təklif eləyir oynamamağı. Rüstəm. Yenə Rüstəm gəldi ki, qılıncım yoxdur. Bayaq da gəlib demişdi ki, qalxanımın dəstəsi yoxdur. Bu qılınc qalxan görəndə elə Rüstəmi götürərsiz testlərdə. Dursun. İlyasgil qapıları bağlayıb. Meyxana deyirlər. Həsən də qumar oynayır. Qulaq asmadılar. Deməli fikir versiniz, heç nə aktyorları gətirə bilmirlər. Yəni hər öz keyfində. Bax bunu hər dəfə biz görürük. Yəni Oqtay bir növ heç aktyor falan da tapır, yəni bu səhnədə oynatmağa. Amma deyir, yox da elə mən teatr yaratmalıyam. Bir növ qarşısına məqsəd qoyub ki, mən bu Azərbaycan xalqı üçün teatr yaradacağam. Nə olur olsun. Deməli, deməli İlyasgil deyir, qapıları bağlayıb meyxana deyir. Həsən də qumar oynayır. Deməli meyxana deyən kimdir? İlyas. Qumar oynayan kimdir? Həsən. Bunları necə yadınızda saxlaya bilərsiniz? İlyas və Həsən ikisi dinə addır. Bunlar görürsünüz dinə zid işlərlə məşğul olur. Belə kodla yadınızda saxlaya bilərsiniz. Qumar oynamaq və meyxana demək dinə zid işlər. Sonra Tamara. Görək Tamara nə deyir? Daha mən gedib soyunum da. Dursuna deyir, Oqtaya deyir ki, mən gedim soyunum. Bayaq da deyirdi, parikim yoxdur. O bəla belə sözlərində Tamara qarışdırırdı. Oqtay. İlyas. Oqtay deyir ki, İlyas. Bir dəqiqə durun. Şəkinski. Bu oğlan aşıqdır. Reyli bir adlı gözələ. Şəkinski də gəldi, çıxdı. Şəkinskinin də dilindən hansı söz deyilir? Bu oğlan aşıqdır. Reyli adlı bir gözələ. Testə çıxsa necə götürərsiniz? Fikir verirsiniz. Baxın. Şəkinski, mən belə yadımda saxlamışam. Aşıq, Şəkinski deyir, oğlan aşıqdır Leyla adlı bir gözələ. Oqtay da deyir, Zəhrimar Leyla adlı bir gözələ. 8 saatdır cəmaat gözləyir. Saat 11-də durub gəlibdi ki, Leyla adlı bir gözələ aşıqdır. Şəkinski, saat 11 hardan oldu? Nə eləyim? Acından ölməyəcəm ki, işimi bitirməmiş durdum gəldim. Deyərsən saman yeyəcəm. Mən deyir, neyniyim? Bəs işimi gücümü görmüyüm. Saman yeyim deyir, bəs mən. Top kimi partlayır. Sanki əlimə imperial falan sayacaq. Deyirsən mən yəni imperial falan verməyəcəksən ki, puzat da vermirsən də. Mən də deyir, neyniyim? Acından ölməyəcəm ki, işimi bitirməmiş durdum gəldim. Bəs neyniyim deyir, saman yeyəcəm. Oqtay da əsəbləşir, deyir, əzizim, quzum, gözüm, mən pul alıram, sən yox. Axı bu cəmiyyəti xeyriyyənin üçün oynanılırdı. Yəni bunların heç birisi pul almır da. Oqtay da ona görə deyir ki, mən pul alıram, sən yox. Heç mən də deyir pul almıram da. Bu oyunlar götürmüsənsə oynamalısan. Cəmiyyətdən utanmırsansa bari cəmaatdan utan. Şaqqulu. Oqtay. İvanovski çıxıb getmiş. Üzüyü verdim. Dursun aparıb onu tapsın. Şaqqulu bax diqqət eləyin. Axı Oqtay Şaqquluya vermişdi üzüyü. Şaqqulu gətirir kimə verir üzüyü? Şaqqulu da aparır verir Dursuna ki, aparır onu tap. Çünki artıq İvanovski orada yoxdur, çıxıb gedibdi. Axı Oqtay vermişdi ki, apar üzüyümü ver. Fikir verirsiniz, Oqtayın heç maddi gəliri yoxdur, hətta öz maddiyyatını da verir də. Yəni üzüyünü belə aparır verir ki, amma bu oyun olsun. Dursun apardı. Artıq Dursundadır bu üzüyü. Dursun aparıb verməlidir İvanovskiyə. Xaspolat. Oqtay, mən hansı qapıdan çıxacağam? Xaspolat da gəldi, çıxdı. Xaspolat deyir ki, mən hansı qapıdan çıxacağam? Şaqqul da deyir ki, qapı var ki, fikir verin, heç bir şey yoxdur da demək. Nə qapı var, nə aktyor var, nə dekorasiya var, heç nə yoxdur. Yəni tutduqları mənzili də niyəsi deyir ki, oynamayın. Ya pulumu verin, ya da ki, oynamayın. Oqtay. Yəni Oqtay bu cürə çətinliklərlə mübarizə aparır ki, teatr yaratmalıyam. Oqtay. Odur da. Xospolat əzizim, bu vaxta qədər hardaydın? Xaspolat. Vallahi Oqtay, 1-2 orucum qalmışdı. Bugün iftarında açdım. Deməli, orucu açan kimdir? Xaspolat. Xaspolat. Orucum var deyən kimdir? Xaspolat. Oqtay. Oruc sən belini sındırsın. Məsuliyyət qanmayan dilsiz ağız heyvanlar kimi əyilib qalxan, yeyib yatan zavallılar. 10 gündür çalışıram. Deyirəm gecə yarıdır. Durub gəlmişsən ki, hansı qapıdan çıxacağam? Gəl bura. Muxam oturdu. Soldan çıxdın. Baş əydin. Əyil də. Xaspolat. Oqtay, mən orada edərəm. Deməli,
Şaqqulu da deyir ki, qorxu hərəkət deməli, Oqtay deyir ki, Xaspolada əyil, yəni belə deyək də, o səhnədə oynayacağın oyunu indi burada göstər rolunu. Deyir ki, mən orada əyilərəm. Şaqqulu da deyir ki, belə deyək də, lağlağa deyir bunu. Deyir ki, qorxur ki, hərəkətini oğurlarlar. Biraz burada Xaspoladla bunlar zarafat eləyirlər. Oqtay, yaxşı sözünü de. Xaspolad, Oqtay, valla mən axşam deyərəm. Belə görünür ki, Xaspolad heç bir şeyə hazır deyil. Yalandan yola verir ki, axşam eləyərəm. Oqtay, canım axşamdır da, saat 11-dir ki, evini Allah yıxmasın. Hanır olun. Xaspolad, valla yadımdan çıxıb evdə qalıb. Oqtay, of, Allah qırsın sizi. Yaxşı baş əydin. Əydə qardaş, belində ağac bitməyib ki. Deməli, Oqtay deyir Xaspolada əyil, əyil. Oqtay da deyir, Xaspolad da əyilmir. Bax, Polad əyilməz. Polad da əyilmir, Xaspolad da əyilmir. Yadınızda saxlaya bilərsiniz. Bir də orucun qılır. Orucun tutur, daha doğrusu üzrü sayın. Sonra Oqtay. Oqtay o deyir, of Allah qırsın sizi Mazandaranski. Oqtay, mən bilirəm, Xaspolad neçün əyilmir. Qorxu ki, əyləndə papağa düşər. Deyir, niyə əyilmir? Əyləndə deyir, başında keçəlliyi görünər. Deməli, Xaspoladın başı keçəldir. Bundan kim belə deyək də əylənir, zarafat eləyir? Mazandaranski. Mazandaranski Xaspoladın nəyi ilə zarafatlaşır? Keçəlliyi ilə, baxın. Mazandaranski ki var. Keçəlliyi, Xaspoladın keçəlliyi ilə zarafatlaşır. Xaspolad, zəhrimat, dərd, sarsaq oğlu sarsaq. Oqtay, yaxşı qardaşım işini gör. Xaspolad, görmürsən heyvan oğlu heyvanı? Şaqqulu, xeyr ha, bankaya düşmüş milçək kimi indi də vızıldayacaqdır. Burada Xaspolad haqqında bu fikri deyir. Oqtay, bəsdir. Xaspolad, insanın gərək zaxtı qəmbər qulu olmasın. Şaqqulu, yaxşı, burnunu o tərəfə çək, gözüm çıxartdım. Burnu ilə zarafatlaşan kimdir? Burnu ilə zarafatlaşan Şaqqulu. Oqtay. Oqtay da deyir ki, ay başınıza dönüm, ay yoldaşlar. Axı mən də deyir yazdığım, bu da mən də deyir oynayacağam. Belə iş olmaz ki, boğazımın pərdələri partladı. Görürsünüz ki, 5 gündür gözümü yummamışam. Vallahi səsim çıxmır. Şaqqulu, canım bizə nə var? Tutaq ki, başının keçəliyini gizlətdi. Burnunu nə cür gizlədəcək? Şaqqulu, belə deyək də, daha çox burnun vurğulayır. Mazandaranski keçəlliyin daha çox vurğulayırdı. Şaqqulu burnun. Düzdür, Şaqquluda da Xaspoladın keçəlliyi haqqında fikir var, amma daha çox burnunu vurğuluyur. Oqtay, yaxşı atam, yaxşı atam. Siz qurtarın, biz sonra başlarıq. Xaspolad. Hər kəs mənimlə səhnədə zarafat eləyər. Mən elə onun atasına lənət, ölüsünə lənət, dirisinə lənət. Belə onu deyir. Yəni söyüş söyür burada. Mazandaranski, onun neçin deyirsən? Keçən dəfə səhnədən bir burun çıxdı. Gəldi, xülasə yarım saat sonra Xaspoladın özü göründü. Yenə burun əli salır. Mazandaranski bayaq keçəlliyin ələ salırdı. Yenə də başladı Şaqqulu kimi burnun ələ salmağa. Deməli, burnu və keçəlliyi ilə zarafat eləyən kimdir Xaspoladın? Mazandaranski və Şaqqulu. Şaqqulu. Qulu sözü var. Qulu. Yəni qulaq sözünü yadınızda saxlaya bilərsiniz. Burun qulaq. Sonra Oqtay, bitirdinizmi? Xaspolad. Oqtay, atam mən oynamıram. Vəssalam. Burada da Xaspolad başlayır ki, day mən oynamıram. Oyunu oynayanda küsən uşaqlar olur elə. Gücmə əlimdə işim alış-verim. Deməli, işi alış-veriş olan kimdir? Xaspolad. Polad materialı ilə yadınızda saxlaya bilərsiniz. Polad işi alış-verişi var. Polad. Şaqqulu, saat 12-dir. Onsuz da oyun olmayacaq. Get o başdanlığa deyir, get işinə gücünə məşğul ol. Onsuz da oyun olmayacaq. Oqtay, Mazandaranski, get bu saat get. Sənə deyirəm. Xaspolad, haydi sən də get. Suflyordan kitabını al. Suflyor bilirsiniz kimdir? Bu səhnədə oynayan belə deyək də aktyorlar üçün o sözlərini təkrar eləyir ha orada. Səhnə arxasında həmin adamdır. Mazandaranski, savadı var ki, oxusun. Deməli, deyir ki, sözlərini al Xaspolad. İndi Mazandaranski də başlayır onun savadı ilə zarafat eləməyə. Yəni bir növ burada əməlli başlı Xaspoladı lağ eləyirlər. Oqtay, Şəkinski, get geyin. Dursun. Oqtay, üzüyü verdim. Bayaqki o Oqtay, deməli, bayaqki o üzüyü məsələsi Şaqquluya vermişdi axı üzüyü apar ver İvanovskiyə. Şaqqulu da gedib İvanovskini tapmamışdı, gətirib vermişdi Dursuna. Dursun da deyir apardım, verdim İvanovskiyə. İndi də raboçilər çıxdı, getdi. İndi deyir texniki işçilər çıxdılar, getdilər. Deməli qaldım. Oqtay deyir Allahu Əkbər, heç bir iş düz getmir, görürsüz də.
Şaqqulu, uşaqlar soyunsunlarmı? Oqtay, kimsə soyunmasın, özüm işləyəcəm. Bu iş görənlər var, raboçilər, texnik işçilər də axı onlar da çıxıb gedib. Yəni dekorasiyanı falan quran yoxdur. Deyir ki, Oqtay da deyir ki, özüm eləyəcəm. Dekorasiyaları hardan tapacaqsan? Mıx yox, çəkic yox. Oqtay da deyir ki, çəkic. Canım çıxar, özüm hər şeyi tapar, düzəldərəm. Fikir verirsiniz, Oqtay burada həm təşkilatçılıq işi, həm aktyorları bir yerə yığmaq işi ilə, həm nə bilim maddi, mənəvi, hətta rejissorun işi belə Oqtayın üzərindədir demək olar ki. Yəni işçi də yoxdur, onun da işi üzərində qaldı. Yəni mənzil pulu üçün öz üzüyünü verir. Yəni hər şey Oqtayın üstünədir. Heç kəs yəni maraqlandırmır teatrzat. Oqtay, get Rüstəm, Oqtay mənim qılıncım yenə də bu gəldi ki, Rüstəmə gəldi ki, qılıncım yoxdur, İvanovski vermir. Get söylə borcudu versin, yoxsa gəlib hamısını ayaqlar altına tökər, parça-parça edərəm. Bu sağ divar, bu sağ divarı qaldır. Tamara, Oqtay. Oqtay, hazırlaşın səhnəyə çıxarkən bir də söylərəm. Bu sol divar, haydi. Şəkinski, o çəkmələri çıxar. Şəkinski deyir ki, çəkmələri çıxar. Şəkinski, dünən rejissora dedim. Mər deyir ki, Şəkinskinin ayağında çəkmələr var. Deməli, deyir ki, mən rejissordan icazə almışam da bu çəkmələri geymək üçün. Rejissor da kim idi? Tabasaranski. Oqtay da deyir ki, mən rejissor falan bilmirəm. Zöhagin sarayında diktaban çəkmək geyilməz. Zöhag o qəddar hökmdar var idi. Firdovsinin Şahnamə əsərini oynayırlar bunlar görünür ki, yəni səhnədə o əsər oynanılacaq. Yəni burada hal-hazırda axı bir Cəmiyyət-i Xeyriyyə üçün axı bir teatr oynanılmalıdır. Həmin o teatr da Firdovsinin Şahnamə əsəri oynanılmalıdır burada. Yəni bu Zöhag da Firdovsinin Şahnamə əsərindəndir obrazda. Çıxar deyirəm sənə. Bu da bir. Bu da biri. Dursun götürür. Səməd. Səməd də elə bir ki, Oqtayın atası Səmədə yaxşılıqlar eləmişdi. Səməd də bir növ onun qarşılığını vermək istirdi. Şaqquluya söyləyin Səməd gəlmiş. Bəzənəcəyə girir Oqtay. Hər şey yerində. Oynayanlar səhnəyə. 3-cü zəngi verin. Sufliyar yerindəmi? Boş adamlar səhnədən. Haydi, znavis. Haydi deyir pərdə. Artıq burada görürük ki, artıq oyun başlayacaq. Sonra indi başlayır. Deməli, Şəkinski, bu oğlan aşıqdır. Oqtay, əzizim, axı oyun gedir, nə bağırırsan? Şəkinski deyir ki, nə bağırırsan? Şəkinski qaçır, aktyorlar pərdənin dəliklərindən baxırlar, Oqtay girir. Oqtay, gün aydın, Səməd, əlin için qanamış, bağla onu. Oqtay, heç mıx dağıtdı. Səməd, Oqtay, dünən anam bizə gəlmişdir. Yalvarıb məni göndərib. Axı, belə iş olmaz. Oqtay, Səməd bəy, istəyirsiniz sözlərinizin hamısını söyləyin. Bax, bura diqqət eləyin. Bax, bunu Oqtay burada deyir, elə. Amma sizə verərlər ki, məsələn, bax, Səməd bəy bunu deyir. Yəni, bax, burada diqqətli olun. Deyir ki, atamdan sonra dükan bağlandı, malı dağıldı. Evə gec gəlsən, çörək yox, bilmirəm, odun yox. Bunların hamısını bilirəm. Nə etmək? Artıq, yəni bu sözlər Oqtaya o qədər deyilib ki, Oqtay öz üçün bilir. Yəni bilir, problemlər nələrdir onları bilir və onları dilə gətirir ki, mən bunların hamısını bilirəm bu problemlərin. Səməd, dildə demək asandır. Bir ana, bir naxoş qız qalmışlar. Yəni söhbət Oqtayın anası və bacısından gedir. And içir ki, 3 gecədir xəstə uşaq qaranlıqda yatır. Neft almağa pul yox. Yəni Oqtayın ailəsi görür necə bir çətin vəziyyətdə yaşayır. Axı o da bir kişinin qızıdır. Çox da bilirsən, çarək etmirsən. Oqtay, doğrudur, o zavallılarda fəqət edə bilmərəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun saadətini, gələcəyini 2 nəfər qadının istirahətinə fəda edə bilmərəm. Səməd, istirahət istəmirlər, bir parça çörəyə nə deyirsən? Mən xalq deyə özümü şəhid edəcəyəm. Qiymət verən kimdir? Yenə başqa bir sənət olsa, yazığı yazxanalara buraxmırlar. Baxın, burada yəni aktyorlardan danışılır ki, aktyorların çətinliklərindən. Oğlum oyunbaz, bax burada elə bir ki, Oqtayın anasını yazxanalara buraxmırlar. Səbəb nədir? Deyirlər ki, sənin oğlun oyunbazdır.
Yəni o oyunbazdır, arvad tumanı geyinir və buna görə də Oqtayın anasını yasxanalara buraxmırlar. Hətta doğma əmim bu gün nişanlını özgəyə verdi. Deməli Oqtay nişanlıymış. Onun nişanlısını əmisi, yəni əmisi qızla nişanlıymış, özgəyə verdi ki, mən arvad tumanı geyən bir adama qız vermərəm. Baxın Oqtayın qarşısına hamısı çıxan bunlar çətinliklərdir. Oqtay, mən heç bir şey istəmirəm. Mən bu yola gəlirkən xalqımdan altın taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram. Səməd, mən də xalq üçün çalışıram. Səməd deyir, mən də xalq üçün çalışıram. Amma yəni cəmiyyətdə çalışır Səməd də. Deməli, deyir ki, mən də xalq üçün çalışıram. Amma deyir, mən Upravada üzvəm. Upravada nədir? Uprava idarəçi heyətdir, yəni rəhbərlikdir. Səməd bəy Upravada işləyir, yəni idarəçi heyətdə. Fəqət elə işdir ki, adım sanım var, güzəranım var. Yoxsa deyir, mən özümü deyir, unudacağam ki, bəs nə olsun? Oqtay, xalq və mən, bu ikisi bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır, ya da o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikincini yol götürdüm. Yəni xalq olsun, mən olmayım. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O el oğludur. O böyük bir vahidin kiçik bir parçasıdır. Səməd, onu sən deyirsən, gör xalq sənin üçün nə deyir? Oqtay, xalq anlamır. Onun dediyi mənim üçün bir heç, tam mənasıyla bir heçdir. Səməd, Oqtay, çocuq olma. Qubernatora deyir. Dilmanc gərəkdir. Qubernator da elə bil ki, bir bölgənin, vilayətin və yaxud da ki, əyalətin dövlət tərəfindən təyin edilmiş, belə deyək də, bir məmurudur. Bəs yaxşı, dilmanc nə deməkdir? Dilmanc da tərcüməçi deməkdir. Yəni qubernatora deyir, tərcüməçi gərəkdir. Ayda deyir 70 manat donluq verir. Əslində görürük ki, Səməd bəy Oqtaya yaxşılıq eləmək istəyir. Amma deyir, kənardan da 700-800 gəliri var. Həm də deyir, cəmaat içində adın, hörmətin, dünya, minnətindən minnət. Mən səni göstərdim. Dedim, rüşdiyəni bitirib, təhsilli biridir Oqtay. İdraklı, rusca, azərbaycanca gözəl savadı var. Budur, yalvardı ki, göndər gəlsin. Axır ki, düzəltmişəm. Oqtay deyir ki, Səməd bəy, səndən çox razıyam. Səməd bəy də deyir ki, yaxşı da, artıq nə istəyirsən, mən çörək itirən adam deyiləm. Atanın yaxşılıqlarına qarşı istərdə qoymaram. Oqtayın atası Səməd bəyə vaxtilə yaxşılıqlar eləyibdi. Oqtay da deyir ki, Səməd bəy, məqsəd pul qazanmaq olsaydı, mən onun yollarını çox gözəl bilirəm. Deməli, Oqtayın məqsədi pul qazanmaq deyil. Oqtayın məqsədi bu xalq üçün bir teatr yaratmaqdır. Mən bir azad sənətkaram, bir sənət düşkünüyəm. Mən bir cinovnik ola bilmərəm, dövlət işçisi ola bilmərəm, deyir mən. Səməd, sənəti sevirsənsə, eşitdim ki, səni böyük bir pulu ilə Rus səhnəsinə çağırırlar. Get, həm təqdir olunarsan, həm pulun, o vaxta qədər xalq anlarsa, işlər yoluna düşərsə, qayıdıb gələ bilərsən. Oqtay, ha, aldanırsan Səməd bəy, aldanırsan. Bunu bizim üçün kim edəcəkmiş? Mən prinslərin saxladığı köpəklər kimi hazır nahara gəlmək istəmirəm. Başqalarında səhnə, mədəniyyət, hər şey var, bizdə yox. Yaşamaq istəyirik, yaratmalıyıq. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağa kim özünə layiq bilirsə bilsin, mən bilmirəm. Yaşadığımız mübarizə meydanlarının müxtəlif qazmaları vardı. Yəni deyir, müxtəlif çətinlikləri var. Mən bu çətinliklərə sinə gələcəm. Mən hazıra qonmayacağam. Mən bu xalq üçün teatrı yaradacağam. Heç kəs deyir, bunu bizim üçün eləməyəcək. Mən özüm eləməliyəm. Səməd bəy, hamısını sən mi yaradacaqsan, Oqtay? Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox, fəqət olmalıdır. Deməli, həmin dövrdə nə? Teatr yox imiş. Nə də heç onu anlayan, ona dəyər verən yox imiş da. Şaqqulu, Oqtay. Bir dəstə adam gəldi. 20 nəfərədək yaxşı geyinmiş. Hamısı da bilet aldılar. Bunu kim gəlib deyir? Bunu gəlir Şaqqulu deyir. Yaxşı geyinmiş Şaqqulu, şah. Yaxşı geyinmiş şah. Şahlar yaxşı geyinir. Belə yadınızda saxlaya bilərsiniz. Sonra Səməd.
Oqtay, mən gedirəm, ağlını topla. Həm çalışacaq, həm də ac qalacaqsan. Həm də xalq sənə güləcək, arsız oyunbaz deyəcəkdir. Öz məsləhətlərini verir. Şaqqulu, hə, Allaha and olsun, ruslarda deyir görmüşəm. Şaqqulu da təsdiqləyir. Hər pərdədən sonra deyir dəstə-dəstə qızlar, böyük-böyük adamlar gəlib aktyorun əlini sıxır, tanış olurlar, tərifləyirlər, adam həsrət çəkir. Oqtay, sən çalış, gələr bir gün ki, zavallı kütlənin də həmi yüksəklikdə görərsən. Şaqquluya deyir, sən çalış, bir gün bizim də deyir ki, bizimkilər də deyir həmin zirvədə görəcəksən. Səməd, onun yenə bir yeri var. Şaqqulu, onda adam həvəslənər də, bizdə hey baxırsan bir nəfər qız yox. Deməli, qızlar gəlmirdi teatra, çünki icazə vermirdilər onlara. 30-40 nəfər uzunburun yekəqarın kişi. Həşdərxan pişiyi kimi gözlərinə baxır. Fındıq fıskırıq söyüş. Onlar da gözəl-gözəl qızlar. Bizdə deyir aktyorlara söyüş söyürlər, amma onlarda da gözəl-gözəl qızlar çiçəklər səpirlər. Oqtay, bilirəm, zavallı nə istərsən, onu hər kəs istər. Fəqət taleyimiz bu. Görürsüz, yəni əsərin ideyasında da elə inkişaf dayanır da. Oqtay istəyir ki, bizim də yəni teatrımız digər xalqlar kimi inkişaf eləsin. Həm də pulun pul, yəni Səməd də yenə o söhbətdədir ki, yəni getişdə də Şaqqulu hələ özü Tabasaranskinin bir az pulu var, gecə-gündüz kefli. Adı rejissor. Bütün işlər deyir bunun boynundadır. 7 gündür gözünü yummamısan. Şaqqulu da Səmədi təsdiqləyir ki, yəni bütün işləri deyir bu görür də. Tabasaranski öz kefindədir. Biraz pul var, gecə-gündüz kefdədir. Tabasaranski güya rejissordur, heç bunu teatr maraqlandırmır. Oqtay, yazıq, bu son deyil, bu hələ əvvəldir. Səməd, sabah mənə deyərsən, Oqtay, Səməd bəy, gedin. Mən heç bir zaman deməli, sizə heç bir zaman dəyməyəcəm. Mən bir mübarizəm, cəhbəm yox. Yəni burada demək istəyir ki, mən sənə deyir, elə son sözüm budur da, mən sənə deyir, heç nə deməyəcəm. Elə son sözüm budur. Şaqqulu, məni fındıq qabığı ilə vurmasınlar. Deməli, burada o səhnədə vururlar, ondan danışır. Səməd, fəqət indilik anan yazıq bacın deyir, sən yaxşı səhnə yaradacaqsan, başa düşdük. Bəs deyir, anam bacın neynəsin? Oqtay, bacım da xalqdan biridir, onun da xalq özü düşünər. Deyir ki, xalq getsin, özü düşünsün, mən də xalqı düşünürəm. Səməd, aldanırsan, Oqtay, hər halda görüşərik. Gedir. Mazandaranski gəlir, Mazandaranski görək nə deyir. Oqtay, 4 nəfər çadralı müsəlman qadın gəlmiş. Deyir, 4 nəfər çadralı müsəlman qadın gəlir. Bunu da xəbər verən kimdir? Mazandaranski xəbər verir. Örtülü lojada oturmuşlar. Öz gözümlə gördüm. Deyir, 4 dənə çadralı qadın gəlibdir. Şaqqulu, yox ha, bir baxım. Yəni bunlar qəribə gəlir də. Çünki həmin vaxt müsəlman qadınlar teatra gəlmirdi. Təəccüblə qarşılayırlar. Mazandaranski, kassada kirayə pula düzəlmiş. Rəhimin örpəyi qaçdı. Tamaranın da dili dolaşdı. Az qalmışdı, rusca danışacaqdı. Bu baş verənləri gəlir deyir. Şaqqulu, Oqtay, keçən səfərki 2 nəfər qız da gəlmişdir. Özləri də lap başı açıq, ancaq örpəkləri var. Mazandaranski, yox canım, mən baxdım. Cümlətanı 4 nəfər arvad vardı. O lojada oturanları deyir. Şaqqulu da əlavə deyir, yox 2 nəfər də qadın var, örpəkli. Şaqqulu 6 nəfər, onlarla 6 nəfər. Hətta biri bu tərəfə gəlirdi. Elə bildim, bunlar da ruslarda olan kimi bizi təbrik etmək istəyirlər. Burada bu aktyorların təəccüblərini görürük. Mazandaranski, unutma, gözlərini tərsinə geyinmişsən deyir. Səhv görmüsən deyirsən. Şaqqulu, get bax da. Oqtay, görəsən biz də o günləri görəcəyikmi? Şaqqulu yəni həvəslə deyir ki, görəsən deyir biz də o günləri görəcəyikmi? Oqtay, zavallı əməkdaşlarım, of tanrım, görürsən ki, yetir deyir. O günləri bizə də yetir. Görün deyir, biz necə gözləyirik o günləri. Şaqqulu, hazır. Oqtay, səndən heç bir şey istəmirəm. Oqtay deyir ki, səndən heç bir şey istəmirəm. Xalqımda gözlədiyim həyatı Azərbaycan səhnəsində bu sonsuz ananın qoynunda, mühitimizin bağrından doğmuş bir Azərbaycan qızı, doğma əziz, sevimli bir yavru. Yəni deyir ki, Azərbaycan qızı çıxsın, aktrisa kimi Azərbaycan qızı, xalq bir qızı versin, yəni öz qoynundan bir qızı versin ki, onlar da aktrisa olsun, bizimkilər də. Şaqqulu, və yaxud Rəhimin saqqalından xilas biləcəkmi? Rəhim həmin dövrdə elə bir qadın rolunu oynayırmış. Dursun. Burada deyir, Rəhimin örpəyi düşdü. Rəhim həmin dövrdə qadın rolunu oynayırdı. Ona görə deyir, Rəhimin saqqalından xilas ola biləcəkmi? Çünki qadınlar axı teatrlarda icazə yox idi, onlar aktrisa kimi çıxış eləsin. Təbii ki, qadın rollarını kişilər oynayırdı ki, Rəhim də həmin o qadın rolunu oynayan kişilərdən biridir ki,
Dursun deyir ki, Pərviz, Oqtay, girin. Mazandaranski, Oqtay, hanı o kağız, hanı o? Şaqqulu, kim verdi səhnəyə getməyəcəksən ki? Mazandaranski, bir rus qızı, deməli bir rus qızı kağız verib, yoldaşı da var. Bunlar burada söhbət elədiyi an arxada da, yəni qeyd edirəm ki, həmin o bayaqki tamaşa gedir. Deməli Şaqqulu, elə onlardır gördün, daha başqası yox ki. Amma hayf, onları müsəlman bilmişdim. Bir baxsana. Mazandaranski, sən qapıya bax, oxuyur. Möhtərəm Oqtay əfəndi, məharətiniz məktubdakını oxuyur, məni çox sevindirir. Sizinlə görüşməyə müsaid edəcək olursanız məmnun olaram. Firəngiz, çıx, daha bura sənin yerin deyildir. Bir rus qızı verdi. Məktubu yazan kimdir? Firəngiz, adı qeyd olunub. Oqtay, doğrudanmı? Söylə gəlsinlər. Siz də lütfən bir dəqiqəlik ox. Sonra Oqtay bunu yəni həyəcanla qarşılayır. Doğrudan belədir. Nadia, простите, что беспокоили. İndi ola bilər ki, mən bunu rus dilində tələffüzün bəlkə də yanlış elədim. Tam bilmirəm mən düz rus dilini. Ancaq mənası deməli rusca deyir burada. Mənası sizə deyir ki, bağışlayın. Narahat edirik. Ancaq deyir bu qız rahat olmur. Oqtay, buyurun. Firəngiz, sağ olun. Gedəcək. Nadia, biz rus teatrlarına çox gedirik. Firəngiz, mən çox arzu edirəm ki, bizim də dilimizdə bir teatrlar olaydı. Nadia, 3 dəfədir ki, Aslan bəy gətirir. İlk əvvəl qaçaqlara gəldik. O qədər sevinmişik ki, o gündən adınız dildən düşmür. Deməli, ilk dəfə deyirlər Nadia və Firəngizin burada teatra gəlməyə. Artıq 3-cü dəfədir və ilk dəfədə qaçaqlara gəliblər. Məktəbdə, evdə bir aktyor söz danışıldı mı? Dərhal bizim də teatrımız var. Oqtay Karlı gözəl oynayır deyə araya atılır. Bax, diqqətli olun bu sözləri Nadia deyir. Özünüzü görmək istəyirdi. Bir aydır rahatlığı yoxdur. Ancaq Aslan bəyin qorxusundan gəlmirdik. Söhbət Firəngizdən gedir ki, yəni Firəngiz sizi görmək istəyirdi. Amma yəni Aslan bəyin qorxusundan gəlmirdi. Oqtay, mən çox şadam. Aslan bəy kimdir? Burada tanımırıq, görürük ki, Aslan bəy tanımır. Firəngiz, qardaşım, Nadia, o prova üzvü. İndi də ondan gizlin gəlmişik. Provanda bayaq demişdik biz, yəni idarəci heyətin üzvüdür. Oqtay, nə cür təşəkkür edəcəyimi bilmirəm. Adətən bizim Azərbaycan xanımları teatra gəlmir. Hamısı evlərdə. Daha sonra Nadia, onu da qoymurlar. Atası deyir, onu da qoymurlar. Atası qoymur, qardaşı gizlindən gətirir. Evdən çıxarkən çadıra örtür. Sonra Aslan bəylə gedir. O söz demir. Ancaq bura gəldiyimizi bilsə qiyamətdir. Ona görə pərdənin yarısında gəlmişik. Firəngiz, siz çox gözəl oynayırsınız. Mən çox sevindim. Nadia deyir ki, Oqtay Karlı ruslardan yaxşı oxuyur. Bu fikri Nadia deyir, amma fikrin özünün sahibi təbii ki Firəngizdir. Çünki deyir ki, Oqtay Karlı ruslardan yaxşı oxuyur. Yəni bu düşüncə Firəngizə aiddir. Amma bunu dilinə gətirən kimdir? Nadia. Oqtay, vallah xanım, o qədər mütəəssirəm ki, zəhmətinə qarşısı adətən hər kəsdən töhmət görən zavallıları siz sevindirirsiniz. Nadia. Firəngiz, daha gedək, yoxsa pərdə düşər, Aslan bəy lojadan çıxar, bizi görməz. Firəngiz, sağ olun, mən həmişə sizin oyunlarınıza gələcəyəm. Bir də buraya gəlsək buraxarlarmı? Mane olmaram ki. Oqtay, nə zaman gəlsəniz, məni çox sevindirdiniz. Firəngiz, mən sizin üçün çək gətirəcəyəm. Nadia, çiçəkləri ver, nədən utanırsan? Deyir, sizin üçün çiçək gətirəcəyəm, amma hal-hazırda çiçək var, utanır verməyə. Nadia da deyir ki, çiçəkləri ver, nədən utanırsan? Neçə gündür deyir ki, mən də sizin üçün çiçək aparacağam, gətirmiş, indi utanır. Firəngiz, sağ olun. Oqtay, Allah amanında. Firəngiz burada çiçəkləri verir. Çiçəklərə baxır, düşünür, dərin bir xəyala dalmış kimi bir qədər durduqdan sonra özü belə bilmədən çiçəkləri dodaqlarına yaxınlaşdırarkən dursun.
Pərviz, Oktay. Oktay diksinərək gözlərini silir, dərin bir ahla əlini çırparaq gəldim gedir.